diqqətlə görüşünün baş hakimi Tural Qurbanov da start səslənir və beləcə Zirə Səbail qarşılaşması start götürür. Zirənin Səbail üzərində ən böyük hesablı qələbəsi 4-1, 2 dəfə 4-1'li qələbə var. Bir komanda 4 oyundur qol vurmayan digər bir kollektivə qarşı mübarizə aparır. Qismət Aliyev topladı. Qismətdən ötürə cərimə meydançasında Rüstəm zərbə var qapıcı. Yaxşı formadadır və turnir cədvəlində İsmail İbrahimli cərimə meydançası istiqamət ötürmə. Qismət istiqamətindən Qismət topladı. Qismətdən qapı qarşısına başla zərbə Utsik'dən top qapının üstündən keçir. Qapı qarşısına gələn top. Utsik zərbə alınmadı. Papunaşvili zərbə top xətti keçdi mi? Keçdiyə yox, keçmədi. Hər halda yan xətt hakimindən, yəni ona baxdım. Top xəttin üzərinə düşür. Əla zərbə ilə top tirə dəydi, yerə düşdü. Arınca isə Ruan Renatonun zərbəsi də dəqiq alınmadı. Bir daha baxaq. Burada oyundan kənar vəziyyət var ya yox. Bu əlavə başqa söhbətin mövzusu. Papunaşvili'dən zərbə yox. Top xətti keçməmişdi. Yəni bu. Senzi və Ruan Renato da buradadır. Qismətdən ötmə gəlir qapı qarşısına. Başla zərbə qeyri dəqiq Rüstəm Əhmədzadədən. Və burada da Süleyman Alluş və Ayron Gomis güləşirdilər. Yəni buna başqa cür ad vermək mümkün deyil. Səbail top bitirdi. Suma. Zirə hücumunu izləyirik. Ötürmə. Papunaşvili yaxşıdır, alındı. Papunaşvili tələsdi zənnimcə. O qədər də xoşal olmadı. Baxaraq bir daha. Oyundan kənar vəziyyət yox idi. Halbuki burada Papunaşvili, Rüstəm Əhmədzadə nəzarətsiz qalmışdı. Baxdı da. Papunaşvili baxdı da bir göz qırpımında. Baxdı Rüstəm istiqamətinə, özü zərbə endirmək qərarına gəldi. Zərbə isə qeyri dəqiq oldu. Rüfət Abdullazadə. Ondan birbaşa qapıya zərbə. Dəqiq alınmadı. Keçdi rəqibi Papunaşvili. Ötürməsini edir. Burada İsa Cibrila istiqamətinə ötürmə. Çatdı İsa Cibrila. Cibrila keçdi rəqibi. Ötürmə və hücum davam edəcək. Növbəti ötürmə. Zərbə yoxdur. Papunaşvili. Zədəli futbolçu var. Zirənin hücumunu izləyirik. Suma'dan ötürmə. Utsik zərbə qeyri dəqiq. Təhlükəlidir amma dəqiq deyil. Baxaraq bir daha. Suma inatkarlıq etdi. Yusif Nəbiyevi keçdi. Ötürməsini edir amma Utsik'in baş zərbəsi dəqiq alınmadı. O davam edir. Keta zərbə endirir Aydın Bayramov. Başan istiqamətə vursaydı bilmək olmazdı Aydın. O zərbəni dəf edə biləcəkdi, amma istənilən halı təbii ki bu Aydın'ın əməyini kiçiltmir. Qismət Aliyevdən ötürmə. Zərbə olacaq mı? Olmadı. İsmail İbrahimli. Məqsəd Saev. Yenə İsmail. Volkov. Volkovdan ötürmə. Suma'ya. Salifu Suma. Suma zərbə endirir. Amma zərbəsi dəqiq deyil. Fit verildi. Ötürmə gəlir. Qapı qarşısına. Davam edəcək Zirənin. Suma. Başla zərbə var. Hüseyn Əli Quliyev oynadı bu epizodda. Zərbəsi təhlükəli idi. Suma'nın ötürməsi. Volkovun zərbəsi və Hüseyn Əlinin seyvi. Nə baş verdi burada? Kimə? Ayron Gomis yıxılıb. Yenə Alluş Gomis. Və Alluşun burada. Alluş qırmızı vərəq aldı. Azlıqda qalır Səbail. Rəqibi vurduğu üçün Alluş qırmızı vərəq alır. Aha, Alluş bu sözlərinə görə bilmirəm. Utsik'dən ötürmə. Utsik'in zərbəsi dəqiq deyil.
Bir daha baxırıq episodun təkrarına. Qapının uzaq yuxarı küncü nişan almağa çalışdı. Top qapıdan keçmir. Salifov Suma istiqamətinə. Suma saxladı. Yusif Nəbiyev qarşısında. Suma. Sumadan cərmə meydançasında başla zərbə. Yenə olmadı. Daha bir təhlükəli zərbə. Bu dəfə də top qapıdan keçmir. Məqsəd İsayev fərqləməyə yaxın oldu, amma zərbəsi qeyri-dəqiqdir. Suma əla ötürmə etmişdi. Gomis. Suma, Suma'dan uzaqdan qapıya zərbə, direyə dəydi top. Yenə Gomis, indi Martin Junior, qapıya baxır, zərbə endirdi və qapıcı Hüseynəli hücum davam edir. Qismətdən ötürmə, qapıya zərbə, olmadı, növbəti zərbə və yenə olmadı. Nələr baş verir? Amma top qapıdan keçmir, qapı istiqamət endirilən zərbələr bu dəfə də alınmadı. Baxırıq, qapıcı, ardınca Qismət, ötürməsi, geri qaydan top, Sumanın zərbəsi və topu meydandan çıxara bildi nəhayət ki Səbail futbolçuları. Arda-arda qapı istiqamət endirilən zərbələr hamısı dəf edildi. Out yerinə yetirildi. Papunaşvili. Ruan Renato. Salifov Suma. Suma qapıya zərbə endirdi. Yenə alınmadı. Baxırıq Salifov Suma'nın endirdiyi zərbə və qapı dirəyi. Azacıq dəqiqlik çatmadı bu zərbədə. Rəqibi meydanın ona əsasda qarşılamağa çalışır Səbail. Suma çatdı, keçdi rəqibi. Suma cərmə meydançasındadır. Suma'dan ötürmə, qapıya zərbə, bu dəfə də olmadı. Utsik qeyri-dəqiq zərbə endirir. Suma'nın, bax burada əzmkarlığını qeyd etmək lazımdır. Fikir verin, sürət hesabına rəqibi geridə qoydu. Ötürmədə etdi, amma Rafael Utsik bu vəziyyətdə topu qapıdan aralı vurur. Salifov Suma'nın bütün əziyyətini puç etdi burada Rafael Utsik bu qeyri-dəqiq zərbə ilə. Qapı qarşısına gələn top. Başla zərbə endirilir və gol! Və gol! Zirə ona lazım olan qolu vurdu. Ruan Renato. Son imkan və son imkandan Zirə istifadə edir. Ona lazım olan qolu vurur Ruan Renato. Dramatik bir sonluq bu maçda. Ruan Renato. Baxırıq, küncdən zərbə. Yox, Ruan Renato deyildi. Sadəcə daha çox sevinən Ruan Renato'nu dumandan açığı dəqiq görə bilmədim. Baxaq bir daha. Kim idi zərbəni endirən? Toxunuş Ruan Renato'ya oldu mu? Məqsəd İsayev. Ruan Renato. Bəli, Ruan Renato'ya da son toxunuş ondan və top qapıdan keçir. Və bitdi. Bitdi. Görüşü bitirir. Görüşün baş hakimi, maçın baş hakimi Tural Qurbanov. Ruan Renato son toxunuş ondan. Və Zirə xeyli əziyyət çəkdi. Yekunda istəyinə çatdı. Son epizodda Zirə ona lazım olan qolu vurmaqla bu görüşdən qələbə ilə ayrılır.